Mən utanmıram həyatımdan, mənim səhvlərimdən bunları qeyd etməyə. Niyə görə? Mən çünki adətən təlimlərə baxıram. Əksər təlimlərdə adamlara ağıl qoyurlar başlarına. Bir söz, siz belə eləyin, siz belə eləyin. Cümə namazlarında nə deyirlər? Usikum və nəfsi bi təqvallah. Həm özümü, həm sizə Allahın təqvalı olmağı tövsiyə edirəm. Ona görə mən əksər mühazirələrdə görürəm insanlara ağıl qoyurlar. Bir görmürsünüz ki, mühazirə deyən öz səhvinlisin. Mən burada belə bir səhv elədim. İndiyə qədər ilk gün peşman. Yox, niyə? Çünki sən belə desin, avtoritetini sındıracaqsan. Sən sanki müəllim tələbə o videodan çıxacaqsan da. Bəli, belədir. Mən özüm də dəfələrlə görmüşəm. Fərid müəllim mənə yazıblar. Görürsən ki, bir balaca belə danışırsan, oldun Fərid. Yox, Fərid ol günah. Sonra görürsən ki, adam sənə məsləhət üçün yazmış, adam sənə məsləhət verir. Yox, bilirsin, yox da, onu gərək orada belə eləməlisiniz. Deyirsən, sağ ol, sağ ol. Amma biz məsələn Peyğəmbər Əhl-i sirəsinə baxanda görür belə şey yoxdur. Səhifə-i Səccadəyə baxın. Mən İmam Səccadın dualarını oxuyanda elə bilirəm, məndən aşırı günahkar olub adam. Sən o qədər mərhəmətlisən ki, mən utanmadan sənə qarşı günah edirəm. Yaxşı, İmam Səccadə günah edir, İnşallah. Mən istəyirəm ki, ruhanilik bizim həyatımızda olmadıqda bizim həyatımız heyvaniyyətdən başqa bir şey deyil. Məsələn, bəzilər qəşəng deyir, həyatın mənası yoxdur. İnsan həyatın mənasını təyin edir. Var həyatın mənası. Bir dəfə çıxardım, mən özümü bunlarda imtihan eləmişəm. Durmuşam, demişəm, Allah yoxdur. Yaş həyatı. Heç nə yoxdur. Ay, Rəcəb ayı, Ramazan ayı, namazda yoxdur, yaşa. Bunu təcrübə elədim, mən bir dənə boşluğa düşdüm. Belə elədim, abi. Yoxdur. Ged oğurluq istəyirsən, ged oğurluq elə. Ged, nə bilim, təcavüz istəyirsən, təcavüz elə. Ged. Gördüm, mən bu həyatı yaşaya bilmirəm. Mən bunlar bilirsiniz nə qədər sorğuya çəkmişəm ki, olmaya sən uydurmusan bunlar hamısını özünə. Həyatda sağ qalmaq üçün uydurmusan bu dini özünə. Bunlar hamısı insanın ruhani, mənəvi aləmidir. Elə bilmişəm ki, Allah bütün dinin məsuliyyətini mənim üzərimə qoyub. Mən hamısını mən eləməliyəm. Falan yerdə mən, oradan mən. Bir mesajlara cavab verməliyəm, bunu tərcümə eləməliyəm, video hazırlamalıyam, falan eləməliyəm. Vay, əməllər getdi, bu əməlləri hazırlaya bilmədim. Gördüm ki, axırda bir vaxt gəlir, mən tamamilə məhv olmuşam. Mən sonra qayıtdım, dedim ki, sən harada Allah belə öhdəlik qoyub? Allah Taala səni əhd peyman bağlayır. Sən heç kəsə borcun yoxdur. Və mən bunu şuurlu başa düşdüm ki, mənim heç kəsə borcum yoxdur. Ondan sonra mən dedim ki, bəli, mən istədiyim vaxtda bütün profillərimi silib getmək haqqım var. Rahat da. Və mən bura qədər elədim və salmışam. Amma indi niyə eləmirəm? İndi çünki o məndə könüllü bir şey yaratdı. Fəmən tətəvvəə minkum, Quran deyir, sizdən kim könüllü şəkildə edərsə. Quranda nə qədərdir könüllü?